Əziz izləyicilər, sizləri Türk ellərinin izi verilişindən salamlayırıq. Günümüzdən bu günə qədər gəlib çatan Türk ellərinin tarixini və onun həyatını formalaşdıran Türk dilləri ailəsindən söz açacağıq. Türk dilli xalqların tarixi minilliklər boyunca qovuşmuş çöllərin, dağların və vadilərin sədaları ilə yazılmış bir dastandır. Bu xalqın izi Orta Asiyanın geniş bozkırlarından başlayır. Dağ zirvələrinə, çay kənarlarına və dəniz sahillərinə qədər uzanır. Türk xalqları tarix boyunca sadiq, cəsur və iradəli olmuş. Hər zaman azadlıq, vətən və mədəniyyət uğrunda mübarizə aparıblar. Qədim türk qövmləri eramızdan əvvəl minilliklərə gedib çıxır. Orta Asiyanın geniş çöllərində onlar at üstündə yüksələn, düşməni qorxuya salan igidlər olmuşlar. Bu xalqların həyatı, adətləri, dini inancları və qəhrəmanlıq dastanları tarix kitablarından çox rüzgarın üfürdüyü çöl nağıllarında yaşayıb. Göytürk xaqanlığı və Uyğur dövləti Türk dövlətçiliyinin ilk möhkəm təməldaşları olmuş. Bu dövlətlərin qalan yazıları, Orxon Yenisey yazıları Türk xalqlarının səsi kimi əbədiyyətə qovuşmuşdur. Türk xalqları orta əsrlərdə yalnız çöllərin oğulları kimi deyil, böyük imperiyaların qurucusu kimi tarixə daxil olmuşlar. Qaraqoyunlular, Ağqoyunlular, Səlcuqlar və Osmanlılar tarix səhnəsində böyük bir qələbə ilə addımlamışlar. Bu imperiyalar ticarət yollarını, mədəniyyət körpülərini və elmi bilikləri inkişaf etdirərək Türk dünyasını bir-birinə bağlamışdır. Səlcuqlar dövründə İslam mədəniyyətinin Türk mədəniyyəti ilə qovuşması Türk xalqlarının həm ruhani, həm də maddi dünyasını zənginləşdirmişdi. Osmanlı imperiyası isə 100 illiklər boyunca Avropa, Asiya və Afrika qitələrində Türk izini əbədi yazmışdır. Bugünkü qonağımız Beynəlxalq Alaş Ədəbiyyat Mükafatları laureatı, şair, publisist Əkbər Qoşalı. Sağ olun, Qursalı TV-yə, o cümlədən bu çəkilişə dəstək duran məkanın sahibi Oqlu Holdinqə, Türk Ticarət Mərkəzinə, sizin bütün izləyicilərimizə, özünə, pult arxasında zəhmət çəkən bütün yaradıcı heyətinizə də salam, sayğılar olsun. Türklərin ata vətəni demək Asiyadır. Asiyadan, Altaylardan və yaxud da Ötkəndən fərqi yoxdur. Yəni, coğrafiya olaraq Mərkəzi Asiyadan gəlməsinə dair ki, belə demək olarsa, hətta akademik münasibət var və aparıcı bir münasibətdir bu. Daha çox tirajlanan, daha çox qəbul görən. İkinci bir versiya daha çox da son illər tirajlanmağa başlayıb və mən də açığı Türk dünyasından və digər dərəcədə könül bağları, yaradıcılıq bağları və ictimai, mədəni əlaqələrdə müəyyən bir özkeçmişi olan dostumuz, qardaşımız kimi mən də bu fikrin tərəfdarıyam ki, biz Asiyaya gedib qayıtmış ulusun bugünkü davamçılarıyıq, evlatlarıyıq. Nəyə görə? Birincisi, əgər bütün bəşəriyyət iki çay arası mədəniyyətdən çıxıbsa, belə deyək də, Dəclə Fərat və yaxud da Urmu mədəniyyəti, xüsusilə də bizim hörmətli alimimiz, ictimai xadimimiz Firudun Cəliloğlu, Firudun Ağasoğlu'nun bu sahədə kitabları var, araşdırmaları var, bilirsiniz. Ya Urmu nəzəriyyəsindən qəbul edək, ya Şumer-Akkad mədəniyyətinin öncəsinə getməyə çalışaq, yaxud da elə ən ümumi işlək sözlə desək, iki çay arası mədəniyyət, Mesopotamiya mədəniyyəti deyək. Əgər bütün bəşəriyyətin mənbəyi bu coğrafiyada olursa, biz də bəşər evladıyıqsa, əlbəttə biz də burada olmuşuq. Sonra təbiət hadisələrindən bağlı ola bilər, xalqlar arası, dövlətlər arası anlaşılmazlıqlarla bağlı ola bilər. Daha bərəkətli torpaqlar, daha böyük yaylaqlar, oylaqlar, sərvətlər yiyəsi olma eşqindən ola bilər. Bizim əcdadımız 100 illər, belə də demək olar, 1000 illər bundan öncə indi yaxın şərq kimi, yaxın doğu kimi tərif olunan coğrafiyadan Mərkəzi Asiyaya, biraz da onun ötəsinə gediblər. Vaxt gəlib və də yetişib, orada onların
ərazisi artıq darlıq edib və yenidən əcdadın izi ilə, yaddaşı ilə, ruhi gücü ilə Avropaya doğru, Adriyatikə doğru, necə deyərlər, və yaxud da Kiçik Asiyaya doğru hərəkətə başlayıblar. Mən daha çox Türk soylu xalqların bax bu güzərgahını, bu tarixi xəritəsini qəbul edirəm. İkincisi, bizdə son illər tirajlanmaqda olan bir fikir də var ki, dünyanın ilk dili, əgər belə demək mümkünsə, orta türkçə, ana türkçə olubdur. Bunu sübut edən bizim alimlərimiz, fikir adamlarımız, hətta deyə bilərəm fikir mühəndislərimiz də var. Mühəndislik sözünü nəyə görə vurğulayıram? Mənim tanıdığım müəlliflərdən biri bunu diaqramlarla, xüsusi proqramlarla əsaslandırır və o qədər qüvvətli əsaslandırır ki, görürsən ki, doğrudan da bunun daha çox araşdırılmağa, daha çox öyrənilməyə ehtiyacı var. Çünki əslində hər xalq iddia edər ki, dünyanın ilk dili mənim dilim olur. Ancaq bu iddianın arxasında gərək əsaslar olsun, gərək onu sübut edən təksib olunmaz faktlar olsun. Bu o qədər uzaq keçmişə aiddir ki, sübutu əlbəttə çətindir. Ancaq məntiqi mühakimə var, söz yaddaşı var, söz quruluşu var, yabancı dillərin təsirinə məruz qalmamış cümlə quruluşları var. O cümlədən bizim feilləri də nəzərdə tutaraq bunu deyə bilərik. Bir xalqın dilində, cümləsində, nitqində feil eroziyaya uğradısa, dağıldısa, sıradan çıxdısa, artıq dilin strukturu sıradan çıxır. Biz o strukturu saxlayan xalqlardan biriyik. Amma mübtada ilə xəbərin, baxırsınız adlar da bizim deyil, nə mübtada, nə xəbər sözü bizim deyil. Təəssüf ki, mübtada ilə xəbərin arasında yabancı sözləri çox doldurmuşuq. Bizim əcdadlarımız Asiyada nəinki dövlət qurmuşdular, həm də dövlətlər dövləti, xanədanlıqlar qurmuşdular. İndiki siyasi leksiyonla desək, imperiyalar qurmuşdular. Amma vaxt gəldi, vədə yetişdi, Çin imperiyası ilə qarşısı alınmaz toqquşmalar baş verdi. Çinin zərafəti, nəcib, belə deyək, ipək diplomatiyası, altın diplomatiyası, könül oxşayan digər, hətta belə kulinariyaya qədər də endirmək olar bu diplomatiyanı. Geyim keçimə, pal-paltara da endirmək olar, münasibətlərə də, hətta qəribə belə qohumluq əlaqələrinə də endirmək olar. Çünki o dövrdə belə əslində bütün dövrlərdə bu da özünə məxsus bir amil olub, bir faktor olub. Bizim əcdadımız bir də baxdı ki, bizim xanədanlıqlarda yabancı mədəniyyət, yəni öz türkçədə olmayan, öz mədəniyyətimiz olmayan yabancı mədəniyyət bu və digər formada əsintilənməkdədir, əsməkdədir. Bizim imperiyaların çöküş dövrləri də olubdur və əsarətə düşdüyümüz dövrlərdə olub. Amma əsarətə düşdükdən sonra da o bir söz var, dövlət ağlı, dövlət baba. Sonuncu türk qalana qədər o ağıl sıradan çıxmır. İnşallah heç zaman dünyada sonuncu türkün umuduna qalmarıq. 3 kişi, 5 kişi, 10 kişi, 15, 30, 300 nəhayət bizim mifologiyamızda da, Orxon Yenisey abidələrində də buna bənzər, Gültikin abidəsində özəlliklə İrtəriş xaqanından bəhs edərkən buna bənzər o toparlanma demək mərhələləri əks olunur və biz onlara yalnız əfsanələr və mifologiya mətnləri kimi baxmamalıyıq. Bizim tarixin bu və digər dönəminin ifadəsi kimi baxmağa ehtiyacımız var deyə düşünürəm. Uyğurlar bugün müstəqil bir dövlətə malik olmasalar da, Uyğurlar həmişə etiraf olunan bir mədəniyyətə sahib olmuşlar. İstər onların idikut anlayışı ətrafında tarixdən istinadlar olsun, istər hətta uyğarlığın Uyğur sözündən törədiyini deyən, yəni modernləşmək, çağdaşlaşmağın bir başqa ifadəsi iddia edən dostlar da var. Mən o iddiaların təsdiqi və təksibi üzərində başlandırmaqdansa, ümumiyyətlə Uyğur tarixinin Türk dövlətçilik tarixində, mədəniyyət tarixində yenidən və daha dərindən öyrənilməsinin tərəfdarı olan insanlardan biriyəm. Burada mürəkkəbliklərdən biri nədir? Bizim Uyğurların Dədə-Baba coğrafiyasında, ümumtürk coğrafiyasında deyək, olan bəzi piramidalarımız olsun, o dövrkü bəzi
abidələrimiz olsun, bu dövr üçün artıq eksponat kimi çıxış edir. Ağlın yolu birdir. Mədəniyyətin izləri yalnız bir xalqın özündə qalmır. O böyük mədəniyyət isə qonşu xalqlara da, əqrabalara da təsir edir. Uyğurların və Göktürklərin tarixdəki yeri hər nə qədər yenidən və dərindən öyrənilməyə möhtaçsa da, eyni zamanda biz bilirik ki, yalnız tarixdə deyil və yalnız başqa ölkələrin deyək ki, tədqiqat mövzusunda deyil, bizim şair və yazıçıların müraciətində də yer almaqdadır. Bax, bu günlərdə Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun xətti ilə Əməkdar İncəsənət xadimi dostumuz Elçin Hüseynbəylinin kitabı çıxdı, Göktürklər haqqında. Ondan xeyli öncələrdən xalq şairimiz Sabir Rüstəmxanlının kitabı çıxdı və mən əslində sizin efirdən faydalanaraq tamaşaçılarımıza da həmin əsərləri oxumağı tövsiyə edərdim. Biz İslam öncəsi dönəmlərdə Orta Asiyada söz sahibi olan, zaten söz sahibi olan bir xalq idik. Və Orta Asiyada bizim, ümumiyyətlə Asiyada və hətta dünyada əsas rəqibimiz Çin dövləti idi. İndi onun tarixdəki başqa tələffüzlərini də demiş ola bilər. Ancaq əsas söhbət hansı dövlətdən getdiyi məlumdur və o dövlət elə orada aşağı-yuxarı coğrafiyası, əhatə dairəsi dəyişə bilər, böyüyə bilər, kiçilə bilər, amma həmişə bir dövlət olub orada. Demək, bizim əsas rəqibimiz Çin dövləti olubdur. Ancaq biz yalnız Çinlə, necə deyərlər, ərəb demiş, həşir nəşir olmamışıq. At belinə qalxan Asiyadakı əcdadlarımız Çindən daha uzaqlara və ötələrə, Avropaya qədər at çapmağı sanki bir məqsəd biliblər, bir eşqlə, ağ buluddan bir səda gəldi, şimşək çaxdı, ildırım vurdu. Necə deyərlər, mənim özümün də bu mövzuda bəzi yazılarım və demək, şeirlərim də var. Bu bizə ilham verən bir, ilham qaynağı olan mövzudur da. Tarixin külçəsi kimi bir yerdir, altın külçəsi kimi. İstər Çingiz xan dönəmi olsun, istər Atilla dönəmi olsun, istər Arpad dönəmi olsun, istər Əmir Teymur dönəmi olsun. Bizim at belinə qalxan babalarımız ağ buludun arxası ilə, ay yolu ilə Avropaya qədər gəlib çıxmışlar və atımızın ayaqları ora bərəkət aparıbdır. Atımızın qan təri o torpaqlarda çiçəkləyibdir. Avropa mədəniyyətinə təsir edib, bütün Avrasiya mədəniyyətinə, dolayısıyla ana materikdəki türk axınları bütün dünya mədəniyyətinə təsir edib və biz yalnız özümüz getməmişik. Yəni at belinə bir türk qalxdı, yayını, oxunu, qılıncını qurşandı, getdi. Bununla iş bitməyibdi. Mədəniyyət gedibdir, xalqları bir-birindən tanış edib, ipək yolları qorunub, mühafizə altına alınıbdır və yaxud da təşkil olunubdur. Bu sahədə yəqin ki, bizim sülalələrdən və yaxud da xanədanlıqlardan bəhs edərkən daha çox işıq salınmalı tarixi mərhələlərdən biri Skif mədəniyyəti və yaxud da İskit mədəniyyəti dönəmi, tarixin o qatı, mədəniyyətin o qatı olmalıdır. Azərbaycanda Zaur Həsənov bizim yeni nəsil tarixçilərimizdən, alimlərimizdən biri. O cümlədən atası, Zaur Həsənovun atası bizim tanınmış dövlət xadimimiz Həsən Həsənovun müəyyən kitabları var. Əlbəttə, onlardan başqa da bu mövzuya müraciət edənlər var. Sadəcə olaraq bu iki adı ona görə fərqləndirirəm ki, yeni baxış olduğuna görə bizim bu verilişimiz həm də müəyyən kitablara dəvət xarakteri kimi çıxış edə bilər. Elə başa düşürəm ki, beləliklə bizim oradakı xanədanlıqlar İslam öncəsində müəyyən bir institusional mərhələdən keçmişdilər. Ola bilər şəhərləşmələr o qədər geniş deyildi. Çünki elə ancaq fəthlərlə məşğul olurdu. Amma artıq ənənə var idi, müəyyən strukturlaşmalar var idi. Hətta müasir ifadə edilsə infrastrukturlar var idi, dövlət olaraq, vətən olaraq, ölkə olaraq. Ancaq İslam axınları başladıqdan sonra bizim artıq Çinlə, o zamanki Çin dövləti ilə bizim o zamanki xanədanlıqların arasında anlaşılmazlıqların başladığı bir dönəm var idi. Bizim dövlət ağlı, bayaq da vurğuladıq, dövləti qorumaq üçün instinktiv olaraq meydana çıxanda bir də baxdılar ki, bunların əzəli əbədi rəqibi Çinlə savaşan başqa bir yeni güc peyda olub. Özdə onlar
ilahi bir missiya ilə gəldiklərini iddia edirlər. Bunlar ərəblər idi. Təbii. Ərəb axınları başlamışdı. Ərəblər də Çinlilərlə savaşır. Türklərin də, Türkistandakı bizim əcdadımızın da Çinlə əzəli əbədi problemləri var. İstər-istəməz bunların arasında bir anlaşma mühiti meydana çıxdı. Hesab edirəm ki, bizim o cümlədən Göytürk dövlətinin, digər dövlətlərimizin və yaxud onların davamçılarının deyək, tarixi baxımdan qüsur etməmək üçün Qaraxanlıların olsun, dövlətimizin nə zamansa İslamı qəbul etməsi dövlət rəhbərlərimizin də, xanədanlıqlarımızın həm də bu amillə bağlı ola bilərdi ki, ərəblərlə bizim aramızda ilkin anlaşmaların mühiti yaranmışdı. Yeni bir az qala etnik qrup meydana çıxmışdı. Baxırsan ki, Çinlilər əslində sarıbənizlər, baxırsan ki, ərəb saçı, onların bəzi törəmələrini mən Qazaxıstanda görmüşdüm. İslam axınlarından sonra bizim xanədanlıqlarda artıq İslam mədəniyyəti hakim kəsilməyə başladıqdan sonra yeni bir dönəm, yeni fəsil başladı. Alpərənlər hərəkəti başladı. Bəli. İslam bizə getmişdi yaxın doğudan ora. Bəli. Bu səfər İslamın qoruyucuları Alpərənlər şəklində, məsələn Türkistan torpaqlarında, məsələn sonraki dönəmlərə gedirəm də, deyək ki, Əhməd Yasəvinin dönəmində artıq İslamın qoruyucuları, İslamın yeni ruhda dirçəlməsi, Türk-İslam birliyi şəklində Xəzərin o tayından gəlməyə başladı. Bu da tarixin qəribə bir cilvəsidir ki, bizim xalqın taleyində özünü göstərir. Çinin ipəyinin və yaxud da Asiya ipəyinin, hətta Hindistanın baharatının Avropaya çatdırılmasının ən təhlükəsiz, zəmanətli yolu türklərin hökmran olduğu ərazilərdən keçir. Əgər türk sənə söz verdisə, demək ki, sən onun ərazisindən müvafiq, belə deyək də, vergini verdikdə, torpaq basını verdikdən sonra türkün cəngavərləri səni öz hökmlərinin keçdiyi ərazinin son nöqtəsinə qədər təmin edəcəklər təhlükəsizlik baxımından. Yeri gəlmiş, bizim dövlət başçımızın, Müzəffər Ali Başkomandanımızın dillər əzbəri olan bir sözü var. Sözümüz imzamız qədər keçərlidir. Təbii. Bu bizim əcdaddan gələn qutlu bir sözdür. Mən bunu belə qəbul edirəm. Bugün belə bizim prezidentimizin sözündə təcəlli tapır, çiçəkləyir, yeni məzmun qazanır, yeni üfüq qazanır. Biz həmişə belə olmuşuq. Sözümüz imzamız qədər keçərli olubdur. Xalqların taleyində imzası keçərsiz başçılar olub, imzası keçərsiz dövlətlər olubdur. Və yaxud da imzasının arxasında durmayan liderlər olubdur. Bizim isə əcdadımızla, bugünkü dövlətimiz, dövlət başçımızla sözü imza qədər qutsal sayan, ucada tutan və o dövrdə də İpək yoluna nəzarət bizdə olubdu. Siz təsəvvür edin ki, orta çağlarda artıq, orta yüzilliklərdə artıq Böyük Britaniya imperiyası və yaxud da İngilis imperiyası Böyük Britaniya şəklində böyüməyə başlayanda onlar dənizlərdən hərəkətə keçirdi. Hindistana dənizlərdən gedirdi. Bu bir tərəfdən onların dəniz gücünü, ümumiyyətcə cəsarətini, fatihlik qüdrətini göstərirsə, digər tərəfdən düşünməyə də vadar edir. Niyə məhz dənizlərdən, o uzaq yollardan, o təhlükələrdən, o zaman motorlu gəmilər yox idi də, müasir texnologiyalarına təsis olunmuş gəmilər yox idi. O uzaq yollardan onlar nəyə görə gedirdilər? Çünki quru yollara nəzarət başqa bir gücün əlində idi. O güc biz idik. İngilislər Hindistanı məhz bizim əcdadımızdan aldı. Çünki Hindistan torpağında bizim bir-birini dəyişən xanədanlıqlarımız var idi. O cümlədən Babur şahlığı var idi. Mənim böyük ulu adaşım Əkbər şahın dövrü olubdu. Başqa-başqa dönəmlər olub. Hətta Çin ərazisində bugün də dünyaca məşhur, hətta dünyanın möcüzələrindən, sənət möcüzələrindən biri sayılan Tac Mahal da bizim əcdadımızın yaşayan sənət abidələrindən biridir. Rüzgar dile gelir, çağırır bizi. Dağlar ve bozkır tanır izimizi. Kanla yazılmış bir kutlu destan, Türk'ün alnında ebedi yazı. Bozkurtların izinde yüce bir millet, cesaretle çarpar her Türk'ün yüreği. Hakimiyet bizim ruhumuzda saklı, göklerin altında kutlu bir yurt.
ruhumuz, göklere uzanır Türk'ün kolu. Kök salmış bir çınar gibi sağlam, yeryüzü eğilir bu kudret önünde. Bozkurtların izinde yüce bir millet, cesaretle çarpar her Türk'ün yüreği. Hakimiyet bizim ruhumuzda saklı, göklerin altında kutlu bir yurt. Demirden dağları eriten eller, göğe uzanan dualı diller, Ergenekon'dan doğan ışık, Türk'ün kutlu yolunu aydınlatır. Bozkurtların izinde yüce bir millet, cesaretle çarpar her Türk'ün yüreği. Hakimiyet bizim ruhumuzda saklı, göklerin altında ebedi bir yurt. Gökyüzü şahit, tarih yazar bizi. Rüzgar taşır sancağın izini. Türk milleti sonsuza dek var olur. Bozkırda yankılanır bu kutlu ezgi. Bizim dilimizə ümumiyyətcə ahəngli dil, öz ruhi enerjisini və ritmini saxlamış dil deyirlər, poeziya dili deyirlər. Düzdür, məsələn, fars dili haqqında da bu sözü çox eşitmiş ola bilərik. İslam öncəsi Türk şeirinə orada heca yoxdur və yaxud da deyək ki, nəinki müasir Türk şeirinin standartlarını daha çox özündə əks etdirən heca şeiri olsun, lap deyək ki, ərəb şeir standartları olsun və yaxud da sanskrit ədəbiyyatından gələn formalar olsun, onların hamısından öncəki və yaxud da arınmış, onlara məruz qalmamış şeir formalarına baxdıqda görürsən ki, sanki düz xətli, bərabər sürətli bir mətndir, necə deyərlər, mən biraz fiziklərin dilindən demiş oldum. Ancaq görürsən ki, necə bir nizam var, qəribə bir nizam var. O nizam rədiflərlə deyil, o nizam beytlərlə deyil, o nizam əruzla deyil. O nizam daha çox oxunuşla özünü göstərir. Daha çox mənanın axışınla özünü göstərir. Və bir də baxırsan ki, məsələn, hətta bizim ucqar köylərdə, mənim doğulduğum Tovuz rayonunun Qoşa kəndində də, qonşu kəndlərdə də mən hələ uşaqkən, özüm yaradıcılıqla məşğul olmadığım dönəmdə də xatırlayıram ki, yaşlı insanlar necə şeir deyirmiş kimi danışırdılar. Bilirsən, bir var quramaçılıq, bir də var içindən gələn, özündən gələn. O axışın energetikası bir başqadır, onun ilhamı bir başqadır, qaynağı bir başqadır. Orada qondarmaçılıq yoxdur, süniçilik yoxdur, xəlqidir də, xəlqidir və hətta deyə bilərəm ki, ruhanidir. Təbiidir. Təbiidir. Ona görə də bizim Türk xalqlarının tarixinin mən bilən, sizin suala da bəlkə müəyyən qədər cavab dərəcəsində iştirak edə bilər. İslam öncəsi qatı daha çox araşdırmalı. Doğrudur, bu sahədə də araşdırmalar var. Yenə ona qayıdıram kitaba, dəftərə. Məsələn, akademik Nizami Cəfərovun 4 cildlik Türk xalqları ədəbiyyatında, habelə arizə nəşr etdiyi qədim Türk ədəbiyyatında, başqa-başqa alimlərimizin də bu mövzudakı tədqiqatlarında biz bunu görürük. Amma elə bilirəm, daha çox ayna tutmağa, işıq salmağa ehtiyac var dilimizin, yaddaşımızın və şeirimizin o dönəminə. Coğrafiyanın təsirləri çox olubdur. Biri var, məsələn, səhra yerlərində, Asiyada bu yerlər çoxdur. Türkmənistanda və Qazaxıstanda səhralar çoxdur. Səhra deyəndə bizim gözümüzün önünə daha çox, məsələn, Afrikadakı, ərəb səhralarındakı, deyək ki, o sanki qızmar bir təəssürat gəlir. Ancaq soyuq səhralar da var, bunu da demiş olaq. O cümlədən Qazaxıstandakı səhraları. Biri var, məsələn, o coğrafiyada böyüyəsən, gözün qıyıq ola və yaxud da il boyu
əcdaddan əcdada, dədədən, babadan, atadan at belində daha çox günün gecə, sanki o da təsir edir boya, quruluşa, hərəkətə. Hətta belə bir söz var, atı çox minəndə adamın ayağı əyilir deyə. Bəli. Bilirsənmi, bunlar və yaxud da yeriyəndə də elə bir at belindəymiş kimi belə atlı yeriyən, məsələn deyirlər, Afşar boyundan olanı yerişindən tanımaq olur. Çevik reaksiyalar verənlər deyək ki, arxa çevrilik ya yox adamlar. Bugün o silah, sursat, o zərurətlər gündəlikdən çıxıb, amma yaddaşımızın bir yerində kod olaraq qalıbdır. Bəli. Ona görə də bir-birindən ayrılmalardan danışırıqsa deyək ki, Anadolu torpaqlarında, o cümlədən Balkanlardakı türklər artıq boylu buxunlu, deyək ki, yaşlı gözlü, uzun saçlı, bir başqa cürə təsvir oluna bilər. Tarixin müəyyən dönəmlərində. Asiyadakılar isə qıyıq gözlü, deyək ki, məsələn, ərəb coğrafiyalarından inteqrasiya eləmiş əcdadımız iri gözlü, bu tərəfdə çatma qaşlı, bu tərəfdə isə qaşı bir qədər seyrək, gözü qıyıq, amma çevik reaksiyalarından da özünü göstərən. Bir də bilirsiniz, bizim türk xalqlarının içərisində məsələn, menyudə də çox fərqlər əmələ gəlibdir. Coğrafiyanı çox vurğulayırıq, həm də bunu vurğulaya bilər. Deyək ki, məsələn, Oğuzlar demək olar ki, at əti yemirlər də, müəyyən istisnaları, ayrı fərdləri və yaxud da ailələri çıxmaq şərtindən. Ancaq qıpçaqlar, o cümlədən saya da bilərik də, təkcə qıpçaqlar deyil, həm də özbəklər, qazaxların, qırğızların yanı başında. O tərəfdə başqırtlar, tatarlar, bunlar və Saxa Yakutya türkləri. Onlar at ətini çox yeyirlər. Məsələn, at əti də daxil olmaqla gündəlik rasiona daxil olan qidaların təsiri. Bir də biz axı zaman-zaman bir-birimizdən qopmuşuq və ayrı-ayrı mədəniyyətlərin, rejimlərin, ictimai-siyasi formasiyaların təsirinə məruz qalmışıq. Deyək ki, Anadoludakı qardaşlarımız həmişə müstəqil bir dövlətə sahib olublar. Biz müstəqil dövlətimizi Təbriz mərkəzdə olsun, hətta Tehran mərkəzdə olsun, müstəqil dövlətimizi, imperiyamızı itirmişik. Sonra bir hissəmiz o tərəfdə təsirə məruz qalmışıq. Biz tərəfimiz isə son 200 ildə Rusiya işğalından sonra Avropa mədəniyyətinə daha çox məruz qalmışıq. Mədəniyyətlər də, gündəlik davranışlar, məşğuliyyətlər, geyim, keçim, mətbəx, ev quruluşu, istifadə edən texnologiya, zaman-zaman bunlar da təsir edibdir və müəyyən fərqlər yaranmış ola bilər əlbəttə. Ancaq bunlar bir günün, 3 günün, 5 günün işi deyil də, bunlar uzun zaman ərzində təzahür edən, təcalla edən hadisələrdir. Amma bütün hallarda bizim alimlərin o məşhur sözü ki var, ortaq keçmişdən ortaq gələcəyə gedən ulu, qutlu, türk yolu. O yola enində sonunda bütün türk boylarının, qollarının, tirələrinin gələcəyinə dərin bir inam içərisindəyik. Zaman keçdikcə türk boyları cənubdan şimala, şərqdən qərbə yayıldı. Anadoluya, Balkanlara, Qafqaza, Sibir torpaqlarına və hətta Avropaya qədər. Bu yayılma ilə türk mədəniyyəti, dili və adət-ənənələri min illik bir mozaikaya çevrildi. Səlcuqlar və Osmanlılar dövründə türk dünyası siyasi güc və mədəni təsir baxımından zirvəyə çatdı. Şəhərlər, saraylar, məscidlər, kitabxanalar, ticarət yolları hər biri türk sivilizasiyasının izlərini daşıyırdı. Türk xalqları yalnız savaş meydanlarında deyil, həm də elm və sənətdə iz qoymuşlar. Məktəblər, miniatür sənəti, musiqi və poeziya onların ruhunu əks etdirir. Dədə Qorqud kimi dastanlar, Manas, Alpertunqa, Battal Qazi kimi qəhrəman hekayələri onların qəhrəmanlıq və həyat fəlsəfəsini nəsildən nəsilə çatdırmışdı. Müasir dövrdə isə türk xalqları öz köklərini itirmədən keçmişin zəngin irsini bugünün dünyası ilə birləşdirir. Hər bir türk boyu və milləti öz dilində danışır, musiqisini ifa edir, mədəniyyətini qoruyur. Tarixin o qaranlıq səhifələrindən çıxmış qəhrəmanların ruhu hələ də bozkırlarda əsən küləklərlə birlikdə yaşamaqdadır.
duyuğu ben özüm davat çilinge kılındım bilge duyuğu ben özüm davat çilinge kılındım bilge duyuğu ben özüm davat çilinge kılındım bilge duyuğu ben özüm davat çilinge kılındım. Verilişimizin sonuna gəlmişik, axırına gəlmişik. Bunu axarıncı deyək. Mədəniyyət amilinə biz yalnız çalçağır və yaxud da nə bilim axırı de oyuna kimi baxmırıq da. Biz mədəniyyətə belə demək mümkünsə görkəmli kulturoloq alimimiz, mənim də ustadım Fuad Məmmədovun sözü ilə desək, insanın əli, ağlı və ruhi gücü ilə yaradılmış bütün maddi nemətlər bolluğuna və yaxud da bütün pozitivlərə yanaşmalıyıq. O mənada bizim zəngin keçmişimiz əlbəttə var. Qürurlu bu günümüz də var. Artıq ortaq təşkilatımız da var. Türklərin gələcəyini mən Türk Dövlətlər Təşkilatının Türk Dövlətlər Birliyində görürəm. Türk Dövlətlər Birliyinə çevrilməsində görürəm. 12-ci zirvə görüşündə Qəbələdə bizim dövlət başçımızın vurğuladığı kimi artıq Türk dövlətlərinin deyək ki, hərbi güc strukturlarının daha da yaxınlaşmasında görürəm. Ortaq əlifbamızda nəşrlərin çoxalmasında görürəm. Hələ də Latin qrafikalı əlifba kimi tanınan, əslində o da öz mənbəyini bizim qədim əlifbamızdan götürür. O əlifbada olmayan qardaş xalqların bir an öncə ortaq türk əlifbasına inteqrasiyasına görürəm, öz əlifbaları baxımından. Ortaq dil çalışmalarının kino, televiziya, radio, nəşrlər vasitəsindən daha da irəli getməsində görürəm. Hər bir türk dövlətinin probleminin və uğurunun digər türk dövlətinin problemi və uğuru kimi qəbul edilməsində görürəm. Elə bilirəm ki, əslində biz elə bu yoldayıq. Türk dövlətləri, təşkilatı, türk dünyası bizim ailəmizdir. O sözü mən də təkrar edirəm, məmnuniyyətlə və minnətdarlıqla. İnşallah ki, hər şey çox daha yaxşı olacaqdır. Bugünkü müsahibim beynəlxalq Alaş Ədəbiyyat Mükafatları laureatı, şair, publisist Əkbər Qoşalı idi.